ağzı dağılıb. Belə çördüm dedim, hayır bir oğlum ayma dedi, beni öldürürdü dedi sen. Şədən çəkib güllüyü xırtıyla doldurur. Sağ adam onu elləmək o, düzəcək o nəşəliymiş, o nəşəliymiş bu adam. İtmişəm. Başayan olsa onu elləməzdi, nəşəliymiş. Dünən axşam saatlarında Marniuli Belediyəsinin Candar qəsəbəsində gənc oğlan qaz silahından açılan ateş nəticəsində ağır yaralanıb. O, Marniulidə yerləşən C Hospital klinikasına çatdırılıb, onun vəziyyəti ağır olaraq qiymətləndirilir. Otururdu mənim oğlum körpünün üstündə orada. Qabağında da bir piva qof içirdi. Saat 9'da da gördüm sağ salamatdı. 10'da da gördüm sağ salamatdı. 11:20 dəqiqə işləmiş baktım orada oturmur ya. Ondan sonra baktım kuru sıxı səsi geldi. 3 dəfə attı. Nənəsi də mənə dedi, get dedi. Dən dedi, bunlar bir ildir birbirindən danışmırlar. Küsürüydülər. Rahibi vurdu dedim. Ben gittim baktım orada yoktu, yerde şelenler oğlum başı bir oluptu. Beni kaldıranda dedi ayma dedi ağzıma doldurdu dedi kuru sıkıyı şeyledi. Ondan sonra daha kaldı bile ben de özümü öldürdüm. Yaralının anasının sözlərinə görə sərxoş vəziyyətdə olan oğlu əvvəlcə döyülüb, daha sonra isə pnevmatik silahla ağız nahiyəsindən açılan ateş nəticəsində ağır xəsarət alıb. Onun iddiasına görə hadisə əvvəllər baş vermiş münaqişə zəminində baş verib. Her gün 3 defa ater, 3 defa bütün bak komşuların hamısı ater, o attı 3 defa. Kaynanam dedi ki yürü dedi, Esed dedi onlar rahibi vurdu. Ben de çıktım yola baktım yoktu, orada oturuyordu, buradan görürdüm. Bir de gittim yağımını atladı yerde şeleni. Başını böyle çördüm dedim, boy ağzı böyle gidip dedim ne oldu dedi, ölürüm ayma ağzımın içine doldurdu dedi şey. Silah yok o nedir? Ha, o ne dedi ağzımın içine doldurdu. Ben de gitmişim polis diye polisler de. Yoktu. Polis denen bir adam. Polisinden bir. Yaralı dərhal C Hospital klinikasına çatdırılıb. Mövcud məlumata əsasən o ağız nahiyəsindən ağır xəsarətlər alıb və hazırda reanimasiya şöbəsində müalicə olunur. Orada da bana dediler. Doktor bir oğlan tərcümə elədi. Dedi ki ne? Ha, hemen o olubdu. Ben kimden dedim şüpheleniyorum. Doğrudan o çıktı indi. Dedim hemen o da o oğlandadı. Ona da bu küsülüdüler. Ben bilirim dedim düşmanımı. Ayılıb bu dəqiqə. Yok der ki kırılıp der. Bütün der ağzındaki bu sümükler der. Operasyon olacak der. Bu der bunlar der kırılıp der yaramayın. Ama ağzının içinde der bu sümükler yoktu dedi. Ben akşamla polislere derim ki benim uşağımın düşmanılardı. Attığını eşitmişim. Ben kaynanam bana dedi ki yürü. Attı dedi rahip orada oturur. Ne durursan? Birerden attıkları hiç. Bir dəfə atan kimi buna dedim yürü. Kaçtım. Gittim gördüm. Buradan bakırdık böyle otururdu. Görürdüm Akof'ta giymişti. Baktım bu kuru sıkatılandan sonra orada görünmüyor. Dedim yukarı girin. Ben de böyle gittim. Bu yerde dişelenir. Bu başına baktım bir de ağzı zaten partiyim dalısına düşüp bana bir yardım. Başını değişip bak değişip bak. Ağzını olub dedim, ne olub dedi, belə olub. Özünün bir sırası, bir lentesi var idi, sel apardı. Get daşandan sel apardı. Bu da ondan olandı, ona güvenirdi ki, benim cınazamı nevim kaldıracak, belə kaldırdı. Ha. Bunu qərara alın, bunu hamı bilsin, hamı eşitsin ki, bu kadar boy vurmaq, kalp almaq böyüdü, cinayet yaradırdı bu. Ay qaranlıq gecədə orada vuruluydu, ana da gedib yoxlamaydı, kan gedib öləcəkdi orada. Boyuna yeter olmazlar, nə deməsən nə qurban olum. Mən baxdım taqqıltı gəldi, sıra dedim, az yürü dedim, mən yürəmirəm. Gəldi burada dedim, ömrü gödək. Getdi nə qanun içində. Gürcüstan Daxili İşlər Nazirliyi isə qaz silahından açılan ateş nəticəsində xəsarət yetirilməsi ilə bağlı məlumatı təsdiqləmir. İstintaqa Cinayət Məcəlləsinin qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə başlanıldığını bildirib.